Lənkəranda 2016-cı ilin 6 ay ərzində rayonun sosial-iqtisadi inkişafı sayəsində görülən işlər və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin bu ilin birinci yarısının yekunlarına həsr olunan iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edilib. Heydər Əliyev mərkəzində baş tutan tədbirdə Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək bildirdi ki, ölkənin hər yerində olduğu kimi Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sayəsində də ilin birinci yarımilində işlər sürətlə davam edib. İlin 6 ay ərzində şəhər və rayon ərazisində geniş miqyaslı tikinti, quruculuq və abadlıq işləri aparılıb. Rayonda ümumilikdə 1385 yeni iş yeri açılıb, onlardan 1066-sı daimi iş yerləridir. 6 ay ərzində əhalinin və müəssisələrin təbii qazla təminatı sayəsində də bir sıra işlər həyata keçirilərək, Haftoni qəsəbəsində Ləj və Qumbaşı kəndlərində quraşdırma işləri başa çatdırılıb. Ümumilikdə rayonda qazlaşdırılması nəzərdə tutulan təsərrüfat sayına görə 48369 abonentdən 42259-u qazlaşdırılıb ki, bu da ümumi abonentlərin 87,4%-ni təşkil edir. Rayonda yeni Olimpiya İdman kompleksinin 5 ulduzlu 11 mərtəbəli otel kompleksinin tikintisi davam etdirilir. Lənkəran şəhər 2 saylı oğlanlar üçün ailə tipli kiçik qrup evi tikilib istifadəyə verilib. Daha sonra məruzə ətrafında müzakirələr aparılıb. Taleh Qaraşov ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə çayçılığın, sitrusçuluğun və çəltikçiliyin inkişafı istiqamətində qarşıda duran mühüm vəzifələrdən danışaraq qeyd etdi ki, bu sahədə sort toxumçuluqla məşğul olan elmi tədqiqat müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. O, yeni yaradılan Lənkəran Kənd Təsərrüfatı İdarəsinin fəaliyyətə başlaması ilə kənd təsərrüfatında mövcud olan durğunluğun aradan qaldırılacağına inamını bildirib. Taleh Qaraşov bu il sentyabrın 26-sına təyin edilmiş ümumxalq səsverməsinin yüksək səviyyədə keçirilməsi və qarşıdan gələn payız qış mövsümü ilə əlaqədar idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinə konkret tapşırıqlarını verib. Əfsun Ələskərli, Elşən Əhmədov, Lənkəran.